Gözünüz aydın. Deməli, mən deyəsən burada azmışam əzlərim, meşədə qalmışam. İndi göstərəcəm, tapa bilmirəm yolu. Dedilər ki, bir dənə görün ətrafında fırlanın, elə burada qısa yoldur, o birisi tərəfə çıxırsınız. Mən də bilmirəm hara gəlmişəm, necə gəlmişəm. İndi deyirəm ki, yenidən qayıdım, çünki əks halda mən burada deyəsən tamamilə itəcəm. Belə, gedirəm indi. Amma öncə sizə istəyirəm göstərəm mənzərəni, bir də mənzərəyə də baxın, tam gözəlliyə baxın və hətta quşların səsini də eşidirəm. Ümumiyyətlə, yəni adi iş vaxtında heç fikir vermirəm belə bir detallara, amma indi fikir verirəm və həqiqətən çox gözəldir, çox insanın əsəblərini sakitləşdirici yerdir, təbiətdir və təbiətin belə gözəl belə hadisələri olur. Quşlar oxuyur, ağaclar burdadır və göl də aşağıdadır. Belə əzizlərim, mən isə gedirəm, deyəsən çox danışdım. Gedim görüm yolu tapa biləcəmmi? Kuşların səsi gəlir. Bu arada ora yuxarılara adam çıxmaq istəyərik. Sadəcə biraz qorxduğum üçün çıxmıram əzizlərim. Bax belə. Çox gözəldir həqiqətən. Hava da burada superdir. Çox təmiz havadır. Hə dostlar, o boyda yolu təzədən qayıtdım və şükür tapdım. Yəni burada o bizim avtobusumuzu saxladığımız yeri. İndi biraz qabaqda bizə deyiblər restoran var. İndi o restorana gedirəm. Baxım görüm orada çay verirlərsə bir stəkan çay içməliyəm. Biraz da yaxşıdır ki, videoları çəkdim. Panikaya düşmədim itəndə. Yəni ki, əsas odur məncə. Belə, səyahətimiz davam edir. Bu soyuqdan sonra ballı çaydır. Bax deyir özümə. Bu arada Montenegrolu insanlarda şirniyyat yoxdur. Sevmirlər yəqin ki,